Samsung cihazı işlədirsənsə ekrana biraz daha yaxın ol. Çünki sənə bir ayarı göstərəcəm ki, sonuncu gələn One UI 8.5 yenilməsindən sonra bunları etmək mütləqdir. Çünki bu həm performansına, həm də batarya təsiridir. İndi isə keçək videoya. Telefonun parametrlərinə daxil olandan sonra aşağıda device care, yəni cihaz baxımına daxil olun. Burada memory və aşağıda RAM Plus deyə seçim var. Bu RAM Plus əgər telefonunuzun RAMı 8-dən yuxarıdırsa, bunu yandırma ehtiyac yoxdur. Əgər 8-dən aşağıdırsa, bunu yandırmağın xeyri ola bilər. Necə xeyri ola bilər? Əgər telefonda daha çox oyun oynayırsınızsa və yaxud da hər hansı bir kənar proqramlara girib çıxırsınızsa, arxa planı silmirsinizsə, yəni çoxlu iş görürsünüzsə, RAM Plus-un köməyi ola bilər. Amma telefonunuzun RAMı 8 və daha yuxarıdırsa, buna ehtiyac qalmır. Əksinə, bunu yandırmaq sizin telefonunuzu biraz daha yora bilər. Necə yora bilər? Çünki bu götürdüyü əlavə RAMı telefonun öz daxili cihazındakı RAMdan yox, yaddaş qurultusundakı bir yaddaşdan özünə bir RAM götürür. Və bu da toqquşma yaradır, çünki sürətlərində fərq olur. Yəni qısaca 8 GB-dan RAM yuxarıdırsa telefonda bu yandırma ehtiyac yoxdur. Əgər azdırsa yandıra bilərsiniz və aşağıda seçim olaraq öz istədiyiniz qədər RAM artıra bilirsiniz. İkinci dəyişiklik isə geri qayıdırsınız. Burada performans profili deyə bir seçim var. Burada standart və ya light seçimdir. Yəni standart və ya yüngül. Əgər telefonda daim oyun oynamırsınızsa, yüngül sosial şəbəkələr, arada bir kinoya baxırsınızsa, yəni yüngül standart istifadəçi sizə light seçimində saxlaya bilərsiniz. Bu telefonun həm qızmasının qarşısını alır, həm də ki batarya ömrünə də müsbət təsir edir. Amma istəyirsə yox, standarta qalsın. Mən həm oyun oynayıram, həm qarşı işlər görürəm falan, standarta saxlamağınız məsləhətdir.